Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının sonunda öhdəsinə vacib olan fitrə zəkatının çıxarma vaxtı nə vaxtdır? Görəsən, istədiyim Ramazan ayının son günlərində fitrə zəkatı çıxara bilərəmmi? Bu mövzuya inşallah Allahın izni ilə aydınlıq gətirməyə çalışacağıq. Fitrə zəkatının iki vaxtı vardır. Birinci vaxtı fitrə zəkatının vacib olma vaxtıdır. İkincisi isə fitrə zəkatının çıxarılma vaxtıdır. Bayram axşamı, yəni mübarək Ramazan ayının son gecəsi, Şəvval ayının hilali çıxdıqda qeyd etdiyimiz şərtləri özündə cəm edən şəxsə fitrə zəkatı vacib olar. Fitrə zəkatının vacib olduqdan sonra bayram günü zöhr namazının vaxtına qədər çıxarmaq vacibdir. Lakin bayram namazından əvvəl çıxarmaq daha əfsəldir.